Hürmetli vatandaş, bugünkü leksiyelerimizle başlayımız. Leksiyede Sadaka Rozi, Washington'dan sözleyimiz. Bugünkü ıslahı işkemen 22 yıl, 7. ayının 8. günü. Kaygılı haber. Bütün dünyaya, belki Uygur vatandaşlara kaygılı haber. Japonya'nın sabık veziri Shinzo Abe, tünügüllətin ki, Japonya şərq vaxtı saat 11'den 31 minut ötkəndə Japonya'da saylam mərkəti, 7. ayının 10. günü Japonya'da ötküzülüdüğün senatörla saylamığa avaz toplap nutuq sözləvatqan meydanda tuyuq söz ok etilip suikast bilen vafat boldu. Davalaş önüm vermeyi suikast bilen vafat boldu. Bugün şu münasebet bilen Uygur vatandaşlara leksiya sözleyimiz. Birinci mavzu mındaq. Japonya'nın sabık veziri Shinzo Abe suikastga uçrab davalaş önüm vermeyi vafat boldu mavzulu haber 7. ayının 8. günü Amerika avazından Xitay tili programımız elan qılın. Haber mundaq başlan. Seul, Japonya əməldarları mundaq görsətdi. Japonya'da təsiri ən güclük vəziri hesablanğan sabıq vəziri Shinzo Abe cümə günü nutuq sözləvatqan peytdə suikast bilen etilğan 2 pay ok bilen yergici qılıb davalaş önüm vermeyi vafat boldu. Cümə günü 7. ayının 7. gün Japonya vaxtı 11'də ətrafıdır sabıq vəziri Shinzo Abe Osaka şəhrinin şərqidəki Neylan şəhərində poiz stansiyasının sırtıda saylam fəaliyyətin nutq sözləvatqanda bir kişi kəynidin kelib ok çıxırıb Shinzo Abe yergici qıldı. Kan toxtamıdı. Tor bətlər dilan qılınğan tor filmlər aşkarıldı ki, ətrafdaki tərəf-tərəfdən yetib gelib, yerdə yatqan Shinzo Abe'yə tibbi yardım verdi. 67 yaşlı Shinzo Abe doktorxanaga elib berilib, şu yerlik mətbuatla şundaq dedi ki, yürüke soquşdan toxtadı deb görsətdi. Japonya televiziyası NHK mındaq görsətdi. Ok çıxarğan 41 yaşlıq kişi Neylan şəhərlik növbət qol qılından. Xəbərdə mındaq görsüldi. Bu kişi Japonya qoğdunuş qısımlarda 3 yıl hərbi vəzifə ötəgən. Onun məqsədinin neymi ikənligi doğrusunda xəbər elinmədi. Bu televiziya yəni mındaq görsətdi. Shinzo Abe'ni etiq işlətən qural qol bilen yasalğan qural idi. Sabıq vəziri Shinzo Abe'yə ok çıxırılışdan burun sabıq vəziri Shinzo Abe senatörla saylamı qatnışıb saylam meydanında nutq sözləvatqan NHK Japonya televiziyası munda xəbər qıldı. Shinzo Abe'nin bu fəaliyyət qatnaşqanlığı bir gün burunla ilan qılınğan idi. Japonya'nın növbətki vəziri Fumio Kishida bu yavaylaç hücumunu ayıpləb ok çıxırış vəqəsi Japonya demokratiyasının yadroluq sayılımı məzgil yüz berdi deb görsədi. Japonya əməldarları saylam davamlıq elib berildi deb yəni qoşumcu görsətdi. Sabıq vəziri Shinzo Abe Japonya'da hukuk başında en uzun turğan vəzir idi. 2020 yıl 8. ayda vəzifəsindən istifa vergan. Lakin siyasət səhnəsində yana davamlıq fəaliyyət qılıb kelyatqan siyasi idi.
Aksaray'ın bayanatçısı bir parça bayanat adamın da görsetti. Biz Japonya'nın sabık veziri Shinzo Abe'nin zorvallık uçuruşundan çüçüdük ve hasretlendik. Biz haberdagi dikkat kılıvatımız. Biz sabık veziri Shinzo Abe'nin aile tavabatlardan ve Japonya halkıdan samimi hal sorayımız. Dep görsetti bayanata da Aksaray.